Sizdən xahiş edirik ki, xəbərə keçmədən öncə videonu bəyənin və rəy bölməsində fikirlərinizi bildirin. Dünyada və ölkədə baş vermiş ən son xəbərləri bizdən izləyin. Bunun üçün kanala abunə olmağı və bildiriş simvolunu açmağı unutmayın. İndidən təşəkkürlər. Salam əziz izləyicilər. Bugün sizə həm şok, həm də şad xəbərlərlə dolu xüsusi anons təqdim edirik. Diqqət mərkəzində olan əsas mövzulardan biri aprelin pensiyalarının veriləcəyi tarix artıq rəsmi olaraq açıqlandı. Bununla yanaşı, Ülviyə Əliyevanın vəzifəsindən azad edilməsi gündəmi silkələdi. Ən dəqiqə məlumatına görə, polkovnik Azər Paşayev haqqında cinayət işi açılıb, detallar isə hər kəsi təəccübləndirəcək. Digər tərəfdən, iqtisadi sahədə sevindirici xəbər var. Azərbaycanda dollar ucuzlaşmağa başlayıb. Maaşlarla bağlı isə mühüm yenilik tətbiq olunur. Yeni hesablanma qaydası hər kəs üçün maraqlıdır. Üstəlik, aprelin 7-si ilə bağlı əhaliyə ciddi xəbərdarlıq edilib, diqqətli olun. Bütün bu xəbərlərin detalları və daha çoxu üçün bizi izləmədə qalın. Aprel ayı üzrə pensiyaların ödəniləcəyi tarix məlum olub. Nocoment azın əldə etdiyi məlumata görə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda aprel ayı üzrə pensiyalar qrafikə uyğun şəkildə ödəniləcək. Pensiyalar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə aprel ayının 14-də ödəniləcək. Daha sonra isə qrafikə uyğun olaraq digər bölgələr üzrə bu ayın pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək. Lənkəran şəhər icra hakimiyyəti başçısının müavinlərindən biri vəzifəsindən azad olunub. Nocoment az məlumatına görə bununla bağlı icra başçısı Taleh Qaraşov müvafiq əmr imzalayıb. Əmrə əsasən başçının müavini ərazi təşkilat və ictimai siyasi məsələlər şöbəsinin müdiri Ülviyə Əliyeva vəzifəsindən azad edilib. Qeyd edək ki, Əliyeva 2023-cü ilin sentyabrından başçının müavini vəzifəsində çalışırdı. O, əvvəllər müxtəlif illərdə bir neçə məktəbdə müəllim, direktor, daha sonra isə Lənkəran-Astara Regional Təhsil İdarəsinin Lənkəran və Astara rayonu üzrə təhsil sektorunun müdiri vəzifələrində işləyib. Azərbaycan Mərkəzi Bankı tərəfindən ABŞ dollarının bugünə olan məzənnəsi 1 manat 70 qəpik olsa da, bir sıra Exçangelər dolları daha ucuz satır. Nocoment az xəbər verir ki, aparılan araşdırmalara əsasən bankların hər birində dolların satış qiyməti 1,70 manat və daha yuxarı olduğu halda aşağıda adlarını qeyd edəcəyimiz valyuta dəyişmə məntəqələrində məzənnə daha az götürülüb. A-Zuhur MMC-yə məxsus Exçangedə dolların satış qiyməti 1,6975 olaraq göstərilib. Delta Capital MMC-də isə dollar 1,6974 manata, Eliko MMC 1,6980, Meta Capital MMC 1,6990 manata satılır. Mütəxəssislərin rəyinə görə bu kimi halların əsas səbəbi əhali arasında dollara marağın azalması və insanların daha çox dolları satması ilə əlaqədardır. Xatırladaq ki, 2026-cı ilin ötən dövründə valyuta bazarında vəziyyət stabil olaraq qalıb. 2026-cı ilin yanvar-fevral aylarında mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı-satışını 51 milyon ABA dolları üstələyib. Silahlı Qüvvələrin Baş Klinik Hospitalının maddi-texniki təminat bölməsinin rəisi polkovnik Azər Paşayev cinayət məsuliyyətinə cəlb edilib. Nocoment az xəbər verir ki, polkovnik A. Paşayev nüfuz alverində ittiham olunur. Hazırda həmin vəzifədə xidmət edən A. Paşayev istintaq müddətində həbs edilməyib. Onun barəsində məhkəmə hökmünə qədər alternativ qətimkan tədbiri seçilib. Onun ittiham edildiyi Cinayət Məcəlləsinin 312-1-ci vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə nüfuz alveri, maddənin sanksiyasında cərimə və ya 5 ilə qədər həbs cəzası nəzərdə tutulur. Cinayət işinin ibtidai istintaqı prokurorluqda aparılıb. A. Paşayevin bu yaxınlarda Papanin hospitalına rəis təyin edilən Vüqar Paşayevin qohumu olduğu deyilir. Azərbaycanın əmək bazarında ədalətli bölgü və gender bərabərliyinin təmin olunması istiqamətində inqilabi addım atılır. Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsində müzakirəyə çıxarılan Əmək Məcəlləsinə və gender bərabərliyinin təminatları haqqında qanuna təklif edilən yeni dəyişikliklər, işəgötürənlərin çiyinlərinə ciddi öhdəliklər qoyur.
Yeni layihəyə əsasən artıq eyni və ya bərabər dəyərli işi görən hər bir işçi cinsindən asılı olmayaraq tamamilə bərabər əmək haqqı almalıdır. Bu təkcə maaşları deyil, həm də iş şəraitini və intizam tənbehlərini əhatə edən geniş miqyaslı hüquqi bazadır. Məsələ ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Nocoment aza bildirib ki, bu dəyişiklik Azərbaycanın beynəlxalq əmək standartlarına inteqrasiyası baxımından mühüm əhəmiyyət kəsb edir. İndiyə qədər qanunvericilikdə bu prinsip yalnız eyni və ya oxşar işlər çərçivəsində tətbiq olunurdu. Lakin bərabər dəyərli iş anlayışı daha genişdir. Məsələn, müxtəlif vəzifələrdə çalışan, lakin eyni dərəcədə məsuliyyət daşıyan, eyni ixtisas xüsusiyyətlərinə və fiziki-psixoloji yükə malik olan işçilər arasında maaş fərqinin olması artıq qanun pozuntusu sayılacaq. Bu, həm də Beynəlxalq Əmək Təşkilatının 100 nömrəli konvensiyasından irəli gələn öhdəliklərimizin yerinə yetirilməsidir. Ekspertin sözlərinə görə dəyişiklik işəgötürənlərin subyektiv qərarlarının qarşısını alacaq. Yeni sənədə əsasən işin bərabər dəyərli olması konkret meyarlarla əmək şəraiti, əmək funksiyasının xarakteri və vahid tarif ixtisas sorğu kitabçaları əsasında müəyyən ediləcək. Bu o deməkdir ki, işəgötürən artıq istədiyim işçiyə daha çox maaş verirəm deyə bilməyəcək. Əgər bir qadın və bir kişi eyni mürəkkəblikdə işi icra edirsə, onların gəlirləri mütləq şəkildə eyniləşdirilməlidir. Bu, xüsusilə özəl sektorda şəffaflığın artmasına və gizli diskriminasiyanın aradan qalxmasına xidmət edəcək. Akif Nəsirli qeyd edib ki, layihə təkcə maaşları deyil, həm də iş yerindəki mənəvi mühiti qorumağı hədəfləyir. Cinsi mənsubiyyətə görə fərqli intizam tənbehinin tətbiq edilməməsi və seksual qısnamanın qarşısının alınması üçün lazımi tədbirlərin görülməsi öhdəliyi də məhz işəgötürənin üzərinə qoyulur. İşəgötürənlər artıq başa düşməlidirlər ki, gender bərabərliyi sadəcə bir şüar deyil, qanunla tənzimlənən və məsuliyyət yaradan bir tələbdir. Bu dəyişikliklər qüvvəyə mindikdən sonra işçilərin öz hüquqlarını qoruması üçün daha möhkəm hüquqi dayaqları olacaq. Azərbaycanda aprelin 7-də arabir yağış yağacağı gözlənilir. Nocoment az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi səhər mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 10-12 isti, gündüz 14-18 isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75-i, gündüz 60-65-i təşkil edəcək. Azərbaycan rayonlarında bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Əsasən şimal və şərq rayonlarında intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-13 isti, gündüz 17-22 isti, dağlarda gecə 0-5 şaxta, gündüz 8-13 isti olacaq.